Bölmə 3, dinləmə mətni 4. Qədim şəhərlərin birində tənha, kimsəsiz bir qadın yaşayırdı. O, ana olmaq arzusunda idi. Ona görə də hər gün dua edirdi. Qonşuluqda yaşayan cadugərin ona yazığı gəldi. Qadına sehirli bir arpa dənəsi verdi və dedi: "Bunu dibçəkdə ək, arzun yerinə yetəcək." Qadın toxumu əkdi və dibçəkdə laləyə bənzər bir çiçək bitdi. Çiçək böyüdükdən sonra içindən boyu 1 düym olan balaca, gözəl bir qız çıxdı. Anası bu gözəl, şıltaq və zərif qıza Düyməcik adını verdi. Onun üçün qoz qabığından yataq, bənövşədən döşək, yarpaqdan yorğan düzəltdi. Gecələrin birində böyük bir qurbağa içəri girib onu uğurladı. Lakin bundan xəbərdar olan balıqlar Düyməciyi qurbağanın əlindən xilas etdilər. Macəraları bitməyən Düyməciyi daha sonra may böcəyi öz evinə apardı. Lakin onların dostluğu baş tutmadı. Soyuq qış günündə tək qalan Düyməcik mehriban bir çöl siçanı ilə rastlaşdı və onunla yaşamağa başladı. Lakin siçan onu qonşusu köstəbəklə evləndirmək istədi. Bununla da razılaşmayan Düyməcik sağaltdığı bir qaranquşun köməyi ilə oradan qaçmağı bacardı. Qaranquş onu çiçəklər ölkəsinə apardı. Orada Düyməcik öz boyunda mehriban bir şahzadə ilə tanış oldu. Onlar evlənib xoşbəxt yaşamağa başladılar.